Ladies and gentlemen, if you take SAT exam, you are expected to solve this problem. For the given figure MN is parallel to BC, this one and this one are parallel. If AB equal to 17, it's 17, AM 9 and NC is 4 cm. What's the length of AN in centimeter? I call this angle alpha, this is beta and gamma. Because of parallelism, this angle must be gamma and this angle must be beta. This small triangle and this bigger triangle are similar because all of their angles are equal. The opposite side of gamma in bigger triangle is 17. I divide it by 9 because there is 9 in opposite of gamma in smaller triangle. It's equal to AN plus 4 divided by AN because the opposite side beta is AN plus 4 in bigger triangle and the opposite side of beta is AN in smaller triangle. We cross multiply fractions. 1 minute. 9AN plus 36 is equal to 17AN. I move 9AN to other side of equation. 36 is equal to 8AN and AN is equal to 4.5. That's it. Və ladies and gentlemenlar, siz əgər dim imtahanına girsəz, sizdən bu sual tapmağınız tələb olunur. Bu topludan bir sualdır. Deməli, deyir ki, ABCD düzbucaqlıdır, BKKC bərabərdir, buraları BB adlandırıram, CY YD bərabərdir, buraları AA adlandırıram. PY 2-dirsə AP-ni tapın. Sizin indi burada ağlınıza nə gəlməlidir? Ağlınıza gəlməlidir ki, mən gətirim buradan bir dənə orta xətt çəkim. Hansı üç bucağa? Bu KDS üç bucağına orta xətt çəkim. Orta xətti çəkdinsə, orta xətt buna paraleldir. Bu paralel olduğuna görə bu PY bərabər olur. Yox, PY onsuz 2-dir. Bu bərabər olur orta xətt B bölü 2-yə. Bura 2B'dir. Deməli, bunlar paralel olduqlarına görə iki paralel düz xəttin üçüncüsü ilə kəsişməsindən mən buranı alfa adlandırsam, burada alfadır. Buranı bir dəqiqə, bax, bu bucaq olsun beta, bu bucaq olsun alfa, bu bucaq alfadır, bu bucaq da betadır. Deməli, burada beta'nın qarşısında durur, kiçikdə beta'nın qarşısında durur B bölü 2, böyükdə beta'nın qarşısında durur 2B. Kiçikdə alfanın qarşısında durur 2, P'yen 2 veribdir. Alfanın qarşısında da 2 var. Deməli, 2-ni bölək. Neçəyə? AP-yə. AP-yə. Buradan 4 çıxacaq, ixtisar getsə burada 4 qalır. 4-ü 2-yə vuranda 8 bərabərdir AP-yə. Allah, P-ni AP-yə. Amma siz SAT imtahanına girsəz, belə bir şeyin ağlınıza gəlməsinə ehtiyac yoxdur ki, mən gətirim buradan orta xətt çəkim, burada 3 dənə düz xəttdə olsun, üçü bir-birinə paralel olsun və mən bunları paralellikdən oxşarlıq alım, oxşarlıqla da gətirim AP-ni tapın, belə bir şey ehtiyac yoxdur. Hazır necə var sual elə üzərində işləyirsən. Sağ olun, salamat qalın.